LinkedIn profilə baxanda sadəcə bir dənə şirkət var, Procter Gamble. 12 il 12 ildə deyəsən. Hətta çoxdur, 12 ildən çoxdur. 12 ildən çoxdur. Bu qədər uzun bir müddət bir şirkətdə işləmək, ən aşağıdan başlayıb kommersiya və marketinq direktoruna çatmaq asan bir məsələ deyil. Olubmu ki, hansısa bir situasiyada deyəsən ki, yox, dayanım və yaxud yox, mən burada gedəcəm. Bunu aça bilərsənmi bu təcrübəni? Mənim tanışlarım hansılar ki, məni çoxdan tanıyırlar. Onlar məndən görüşəndə həmişə sual verirlər ki, sən hələ də şirkətdəsən. Mən deyirəm ki, şirkətdəyəm. Eyni şirkətdəsən, deyirəm, eyni şirkətdəyəm. 10 il oldu, deyirəm ki, yox, 12-ni keçdi artıq. Yəni elə bir şey olur. Yəni insanlarda bir sual yaranır ki, nəyə görə sən bir şirkətdə uzun müddət qalasan? Həqiqətdə də burada sadəcə olaraq çox vacibdir başa düşmək ki, biz nə eləyirik? Yəni biz nə ilə məşğuluq? Məsələn, mən özüm düşünmürəm ki, mən 12 ildir eyni şirkətdəyəm. Mən 12 ildir tamamilə fərqli şirkətlərdəyəm. Tamamilə fərqli brendlərlə çalışırsan, fərqli ölkələrlə çalışırsan. Burada əsas brend və ölkə kombinasiyasının qurulmasıdır. Yəni biz onları birləşdirəndə biz başa düşürük ki, əslində şirkət sayı çoxdur. Çünki bizim şirkətin çoxlu sayda brendi var və bizim regionda çoxlu sayda brenddən biz özümüzü göstəririk və istehlakçıları çalışırıq razı salmağa və bunlar hamısı fərqli şirkət kimi qəbul oluna bilər. Ona görə də kimsə məndən soruşanda ki, sən darıxmırsan, mən deyirəm ki, bizim darıxmağa heç bir günümüz olmur. Bu 12 il ərzində mən istəmişəmmi şirkətdən çıxmaq? İstəmişəm. Yəni həqiqətən istəmişəm. Olub 3-4 dəfə. O vaxt olub ki, mən darıxmışam. Yəni bizdə şirkətdə sən şirkətdən çıxmağa hazır olursan, o zaman ki sən darıxırsan. Sən bilirsən ki, sənin işin artıq yoxdur. Sən bilirsən, sən heç bir dəyər qatmırsan. Sənə lazımdır bir şeylər etmək, yeni bir şey etmək, nə isə dəyişmək və s. və hər şey çox sakitdir, hər şey çox yaxşı gedir. Bu çox təhlükəlidir. Yəni bu zaman iki bir şey yaranır. Ya şirkətdən çıxmalısan, ya da tətilə çıxmalısan. Mən həmişə tətilə çıxırdım. Mən həmişə deyirdim ki, mən tətilə çıxacağam. Yəni belə olanda mən çıxırdım tətilə. Özüm istirahət eləyirdim və s. və tətildə artıq iş yenidən başlayırdı. Mən başa düşürdüm ki, mən yenə darıxmayacağam. Qayıdacağam işə. Yenə nəsə bir problem çıxacaq və s. Çünki bizim işimiz sadəcə olaraq yeni bir şey yaratmaq deyil. Yəni bizim işimiz hər gün hansısa problemi həll etməkdir.